Vətəndaş yaşayış yeri üzrə qeydiyyatda olduğu səhiyyə müəssisəsinə müraciət etməlidir. Dediyim kimi, həkim məsləhət komissiyası tərəfindən xəstəliklə bağlı bütün məlumatlar, instrumental, laborator, diaqnostik müayinələrin nəticəsi, həmin ana qədər aldığı stasionar və ambulator müalicələrin nəticəsi, epikrizləri və ümumiyyətlə xəstəliyi ilə bağlı, diaqnozu ilə bağlı bütün məlumatlar ətraflı şəkildə forma 88-də rəsmiləşdirilir, qeyd edilir. Proaktiv qaydada, yəni vətəndaş belə deyək, məmur ünsiyyəti olmadan ötürüldükdən sonra, daha doğrusu əlillik alt sisteminə ötürüldükdən sonra da vətəndaşın iştirakı olmadan elektron qaydada, proaktiv qaydada şəxs barədə, əlilliyi barədə müvafiq qərar verilir. Onu da qeyd etmək istərdim ki, əgər ki, vətəndaşa proaktiv qaydada hər hansı bir obyektiv səbəbdən dolayı əlillik təyin edilməyibsə, bu zaman Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tərəfindən qanunun da yol verdiyi kimi əyani müayinələr həyata keçirilir. Vətəndaş onlayn növbəyə yazılaraq əyani müayinəyə gələ bilər. Müvafiq belə deyək, xəstəliyinə, diaqnozuna uyğun tibbi sosial ekspert komissiyasının qəbulunda olur. Ekspert həkim tərəfindən vətəndaş əyani şəkildə müayinə edilir və əyani müayinənin nəticəsinə əsasən də həmin forma 88-ə olan qərar dəyişdirilə bilər və ona müvafiq qaydada əlillikdə təyin edilə bilər və yaxud da vətəndaş verilmiş qərardan, yəni təyin edilmiş əlillik dərəcəsindən narazıdırsa, bu şəkildə də müraciət edərək əlilliyin gücləndirilməsi, əlillik dərəcəsinin dəyişdirilməsini həyata keçirə bilər.